Hə, uşaqlar. Konspektdə orada var bizdə sənəd faylları, konfigurasiya faylları və icra faylları. Bax, konfigurasiya faylları nədir? Hər bir proqramın, istər Word-ün, istər Excel-in, nə proqram varsa da, hər bir proqramın özünün deməli kompüterin C diskində program files qovluğunda hər bir proqramın özünün bir qovluğu olur. Və o qovluqda o proqramın işi üçün lazım olan konfigurasiya faylları yerləşir. Yəni proqramın işi üçün lazım olan, yəni proqramın işləməsi üçün lazım olan fayllarda da, bax biz onlara konfigurasiya faylları deyirik. Sonra var icra faylları. İcra faylları isə adından da məlumdur, icra eləyir. Nəyi icra eləyir? Setup fayllarını. Bax setup faylları var ha. Setup faylları proqram quraşdırmaq üçündür. Biz hər hansısa bir proqram quraşdırmaq istəyəndə kompüterə birinci nə edirik? Onun setupını yükləyirik də. Setupını yükləyəndən sonra həmin o setupı açanda orada gəlirik. Next, 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 next basırıq, basırıq, basırıq. Sonra install quraşdırıb basırıq, proqram quraşdırılır. Baxın, həmin o setup faylına biz icra faylı deyirik. Çünki bəli, həmin o setup nə edir? Yekunda həmin proqramı quraşdırır da. Yəni o icra elədi. O proqramı quraşdırdı. Bax biz ona icra faylı deyirik. Görsən müəyyən bir əməliyyatı yerinə yetirən proqramlardır. Və icra fayllarının da həmişə genişlənməsi, yəni setup fayllarının genişlənməsi ya exe ilə qurtarır, ya com ilə qurtarır, bir də ISO ilə də qurtara bilər. Yəni com, exe, ISO. Bunlar icra fayllarıdır. Bir də var sənəd faylları. Sənəd faylları isə istifadəçilər tərəfindən, yəni də biz özümüz tərəfindən xüsusi proqramlar vasitəsilə yaradılan fayllardır. Misal üçün, Word-də yazdığım məlumat. Yadda saxlayıram, o Word sənədidir. Excel-də yaratdığım cədvəl, sonra onu yadda saxlayıram, o Excel sənədidir. PowerPoint-da yaratdığım təqdimat, yadda saxlayıram, o PowerPoint sənədidir. Yəni, sənəd faylları istifadəçilər tərəfindən xüsusi proqramlar vasitəsilə yaradılır. Konspekt üzrə dərsimiz bu qədər. Amma kitabda isə, yəni konspektdə olmayıb, kitabda olan bir bölmə var. Mütləq onu, indi kitab var da hər birinizdə. Mütləq onu, o hissəni tapıb əzbərləməyiniz lazımdır ya. Vaxt düşür qəbula. Bax, kitabda əməliyyat sistemləri olan səhifəni açın. Səhifə 107-dir məndə. Gəlirsiniz, həmin o, deməli, orada hə, bax, deməli, 115-ci səhifədə, məndə burada 115-ci səhifədə, indi ola bilər sizdə bir səhifə o yana, bir səhifə bu yana ola bilər. 115-ci səhifədə NTFS fayl sisteminin, bax görürsünüz, burada yazıb bir sıra üstünlükləri var. Bax, bu həmin bu 6 dənə bəndi əzbərləyirsiniz, yəni NTFS fayl sisteminin üstünlüyü. Bir də aşağıda NTFS-in FAT-la müqayisədə üstünlüyü. Bir var NTFS fayl sisteminin öz üstünlüyü. Bir də var NTFS-in FAT-la müqayisədə üstünlüyü. Bir də burada 8 dənə bənd var. Bu 8 dənə bəndi də kitabdan mütləq şəkildə əzbərləyirsiniz. Bu bizim konspektdə yoxdur. Mütləq şəkildə bunu əzbərləməyiniz lazımdır. Yuxarıda həmin o 6 dənə bəndi, NTFS-in öz üstünlüyü. Bir də aşağıda bu 8 dənə olan NTFS-in FAT-la müqayisədə üstünlüyü. Kitabdan ancaq mənə bax bu 2 dənə hissə lazım. Qalan şeyi kitabdan oxumasanız da olar. Elə konspekt kifayət eləyir. İndi bir nüans. Əslində mövzu bitdi. Sadəcə yenə klasterlə bağlı, klaster məsələləri ilə bağlı çətinlik, qaranlıq qalan, nəsə varsa deyin. Bax, yenə bir də nümunə deyirəm. Bax, sektor məsələlərində bax, belə həll edirik də. Əgər fayl diskdə neçə sektor yer tutur deyirsə, biz o dəqiqə bu tənasüblə həll edirik. 2 sektor 1 kilobayt. Yəni, indi deyirsə ki, 5 kilobaytlıq fayl diskdə neçə sektor yer tutur? Yazırıq 2 sektor 1 kilobayt, 5 kilobayt neçə sektor yer tutacaq? X olacaq 10 sektor. Sektor məsələləri asandır. İndi klaster məsələsində yenə bir dənə nümunə işləyirəm. Deyir ki, klaster 5 kilobaytlıqdır. 7 kilobaytlıq fayl
diskdə nə qədər yer tutar? Bax, indi bu 7 kilobayt yerləşdirmək üçün nə qədər bizə 5 kilobaytlıq klaster lazımdır? 2 dənə də, düzdür? 2 dənə, hərəsi də 5 kilobaytdan 7 kilobaytlıq fayl diskdə 10 kilobayt yer tutacaq. İndi klasterlə bağlı bir də belə məsələ ola bilər. Məsəl üçün deyir ki, klaster 6 kilobaytdır, fayl isə 2 kilobaytdır. Bu faylı bu klasterə neçə dəfə yazmaq olar? Bir dəfə yazmaq olar. Ümumiyyətlə, yadınızda bir şey saxlayın. Neçə dəfə, ümumiyyətlə, dəfə deyəndə yadınızda bir şey saxlayın. Həmişə cavab 1 olacaq. Çünki klasterə yalnız məlumat bir dəfə yazılır. Çünki bir klaster bir fayl üçün nəzərdə tutulur. Fayl özü çox olsa, həcmi çox olsa klasterin həcmindən. O zaman həmin fayl bir neçə klasterə yazıla bilər. Amma əgər faylın həcmi klasterin həcmindən azdırsa, faylın həcmi klasterin həcmindən, düz deyirəm, azdırsa, o zaman elə həmin fayl o klasterə yazılır və salam. Bu ilə də başı bağlandı, qurtardı, getdi. Ona görə deyirik, bir fayl yalnız bir klasterə yazıla bilər. Bax belə. Bu da oldu əməliyyat sistemləri mövzusu haqqında məlumat. Bizim inşallah dərslərimiz ayın 30-undan etibarən başlayır. İndi özünüz də bilirsiniz, məlumatlısınız. Deməli,